لله الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور انفسنا ومن سيئات اعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له نشهد ان لا اله الا الله وحده لا شريك له نشهد ان سيدنا محمدا عبده ورسوله اللهم صل وسلم على سيدنا محمد وعلى اله وأصحابه أجمعين أما بعد فيا عباد الله اتقوا الله العظيم إن الله مع الذين اتقوا والذين هم محسنون قال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم يا أيها الذين آمنوا قوا أنفسكم وأهلكم نارا وقودكم الناس والحجارة. Övlad tərbiyəsində əxlaq dəyərlərinin əhəmiyyəti. Əziz müəllimlər, övlad Allah Təala'nın insana bəxş etdiyi ən qiymətli nemətlərdən biridir. Uşaq həm bu günümüzün sevinci, həm də gələcəyimizin təminatıdır. Övladlarımız bizim üçün sadəcə ailə davranışı deyirlər. Onlar həm də imanımızın, dəyərlərimizin və mənəviyyatımızın gələcək nəsillərə ötürülməsində ən mühüm vasitələrdirlər. Ailənin, millətin, cəmiyyətin sağlam gələcəyi məhz düzgün tərbiyə alan övladlardan asılıdır. Əgər övladlarımızı iman, mərhəmət, elm və əxlaq faktorları ilə böyütsək, bu ailəmizi, cəmiyyətimizi nurlu və sabit bir mühitə çevirəcəkdir. Əlbəttə, iman üzərində qurulan tərbiyə övladın Allah inancı ilə böyüməsini, milli mənəvi ənənələrinə sadiq qalmasını, eyni zamanda insanlara qarşı sevgi və şəfqət hissinin artmasını təmin edir. Uşağın qəlbinə iman toxumu yerləşdirən valideyn əslində onun bütün gələcəyini möhkəm dövrə üzərində qurmuş olur. Uca Allah Quran-ı Kərimdə buyurur ki, Yə əyyühəl-ləzinə əmənuhu ənfusäkum və əhlikum nərin və quduhənnəsi və ticərə. Ey iman gətirənlər, özünüzü və ailənizi odunu insanlar və daşlar olan cəhənnəm odundan qoruyur. Fəth surəsi 6-cı ayə. Bu ayə açıq şəkildə bildirir ki, valideynin ən mühüm vəsitələrindən biri övladını dünya və axirət saadətlərini aparacaq şəkildə tərbiyə etməkdir. Dini tərbiyə isə bu işin əsası, ruhu və dayağıdır. Mənəvi tərbiyəsi olmayan bir ailədə dünya neymətləri, mal, mülk və zahiri biliklər insanı xeyrə yönətməkdə aciz qala bilər. Əgər övladımıza Allaha iman, ədalət, mərhəmət, vicdan, halal, haram kimi dəyərlər tərbiyə olunmasa, əldə edilən bütün dünyəvi imkanlar onun həyatını bəzəsə də ruhunu boş buraxacaq. İslam dini övladlarımıza yalnız Allaha bağlılığı deyil, həm də insana hörməti, valideynə sədaqəti, cəmiyyətə xidmət etməyi, fərq qoymadan bütün bəşəriyyətə mərhəmətli və ədalətli olmağı öyrədir. Həqiqi dini tərbiyə insanın mənəvi kamilliyə aparan yolun başlanğıcıdır. İmanla böyüyən uşaq yalnız öz həyatını deyil, ətrafındakilərini da həyatını nurlandırır. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, heç bir valideyn övladına gözəl əxlaqdan daha üstün bir miras buraxa bilməz. Ən gözəli isə Quran əxlaqıdır. Bu əxlaqın canlı nümunəsi Rəsulullahın sallallahu aleyhi və səlləmin nümunəsi şəxsiyyətində təcəlli etmişdir. Peyğəmbərimizin həyatına baxdıqda görürük ki,
hikmətlə tərbiyə edərdi. Əziz möminlər, unutmayaq ki, uşağın ilk müəllimi valideynidir. Onun ilk məktəbi isə yaşadığı evidir. Uşaq gördüyünü təkrarlayar, eşitdiyini mənimsəyir. Əgər evlərimiz Quran nuru ilə aydınlanarsa, övladlarımızın qəlbinə iman, sevgi və ədalət yerləşər. Belə evlərdə böyüyən uşaqlar təkəbbürə, mənəvi boşluğa qapılmazlar. Əgər biz övladımıza namazı sevdirməyi, halal haram fərqini tanıtmağı, doğruluq, mərhəmət, səbir və ədalət kimi əxlaqi dəyərlərin aşılamanı, elm və təfəkkürü imanla birləşdirməyi öyrədə bilsək, onların tərbiyəsinə küçə, internet, yad təhsillər sirayət edə bilməz. Belə övladlar öz imanları ilə ailənin, millətin dayağı olarlar. Əksinə, əgər dini tərbiyə unudularsa, övladın qəlbi boş qalar və boşluğu cəmiyyətin zərərli təsirləri doldurar. Buna görə də uşağın qəlbinə Allah sevgisini, Peyğəmbər məhəbbətini, vicdan və mərhəmət duyğusunu hələ kiçik yaşlarında ikən yerləşdirmək hər bir müsəlman valideynin borcudur. Möhtərəm müsəlmanlar, mübarək ayədə keçən bir dua ilə xutbəmizi yekunlaşdırırıq. Ey Rəbbimiz, bizə zövcələrimizdən və övladlarımızdan göz nuru bəxş et və bizi müttəqilərə rəhbər et. Furqan 74. Uzaq Allahdan diləyir ki, bütün valideynlərə övladlarını İslam əxlaqı, iman nuru və mənəvi dəyərlər üzərində tərbiyə etməyi nəsib etsin. Övladlarımızı dininə, millətinə və bütün bəşəriyyətə faydalı, mərhəmətli və ədalətli insanlar etsin. Amin. Ələ innə əhsənəl kələm və zəvəl insan sələmullahi məlikin əzmədən sələmqal Allah təbarək və fil kələm və izə duyəl Qur'an fəstəmihu ləhu və əmsiq ləəlləhum turhamun. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnnəd-dîne indəllahi İslam. Əttə'inə zəmbə kəmən lə zəmbə lə kəstəğfirullah əl-əzim və ətub ileyh və səəlullah əli və ləkum təfir. Elhamdülillah hamdel kâmilîne ve salatu ve selamu ala Resulina Muhammedin ve âlihi ve sahbihi ecmaîn. Ta'zime bi'ledihi ve tehkine bisahîr. Fedâle azze ve zelle miqdâilil muhtiram ve âmile. İnna Allâhe ve melâiketehu yusallûne alel nebî. Ya eyyühellezîne âmenû sallu aleyhi ve sellem teslîmen. Allahümme salli ala Muhammedin ve âli Muhammed. Kema sallayte ala İbrahim ve ala âli İbrahim. İnneke hamidun mecid. Allahümme barik ala Muhammedin ve âli Muhammed. Kema barekte ala İbrahim ve ala âli İbrahim. İnneke hamidun mecid. Allahümme ensur İslam ve Müslümin. Allahümme eyyid kelimetel hak ve din. İnna Allah ya'muru bil adli vel ihsani ve ita'i zil qurbi ve yanha anil fahşâ'i vel munkari vel baghi. Ya'izukum la'allakum tezekkerûn. Allahu ekber.